Salam qonşu, demişdin evi çəkə at. Demək bu yol, bu küçədir. Bu tərəf küçənin girişidir. Qaz, su, işıq, hər şey gözünün qabağında. Bilirsən buranı, tanıyırsan. Sonra bu evin yandan görünüşüdür. Arxası 9 daşdır. Qabağı 7 daşdır. Keçib içərisini sənə göstərəcəm. Demək, padvalı var. Bütün padvalda, yəni geniş dərin padvalı var. Girişi buradır. Da indi padvala girmirəm. Bütün otaqlara padvaldan giriş var. Bir-birinə, yəni keçid var. Bura gəldi, bax. Kuxna burada olacaq. Mətbəx burada olacaq. İndi burada bu divar artıqdır. Bu divar götürüləcək. Mətbəx burada olacaq. Hamam, tualet burada olacaq. Bu divarda biraz elə bir sürüşmə olacaq bu divarda. Bir dənə otaq buradır, yataq otağı, 4-cü hissədir. Sonra bura betondur. Monolitdir, yəni tökülüb betonu hazırdır. Həm giriş foyer, həm də hamam, tualet, mətbəxin yeri betondur hamısı. Sonra bura yataq otağıdır, 4-cü hissədir. Bura bir yataq otağıdır. Burada zaldır. Bax bura. 5-in 3,5, 5,5-ın 3,5 zaldır bax bura. Uzunu 5,5-dır, eni 3,5-dır. Bura zaldır. Yəni pəncərə var. Buradan böyük pəncərə var. 1,60-ın 1,40-a pəncərədir. Orada arxaya pəncərə var. 1,20-nin 1,60-adır. Sonra burada yola pəncərə var. Buradan həyətə pəncərə qoyulub. Aha, bu da həyətdir. 6-nın 3-sədir həyəti. Belə. Bu giriş qapısı alınıb, hazırdır. Bu giriş qapısı, evin giriş qapısı hazırdır, alınıb. Pəncərələr də danışılıb. Belə.